Gəlin bugün Baratsın əməkdaşlarının vəzifələrini və ixtisaslarını öyrənək. Hepsini öğrenelim. Hal-hazırda insan resursları rəhbəri işləyirəm. İxtisasınız nə olubdu? İxtisasım ingilis dili üzrə olub, Xəzər Universitetini bitirmişəm. Hal-hazırda işə qəbul üzrə mütəxəssis kimi çalışıram. İxtisasım isə fransız dili üzrə tərcüməçi. Hal-hazırda maliyyə və biznes təlimləri üzrə menecer vəzifəsində çalışıram. İxtisasım isə iqtisadçı, İqtisad Universitetini bitirmişəm. Dili satış üzrə təmsilçiyəm. Regionşünaslıq ABŞ Kanada ixtisasını bitirmişəm Bakı Avrasiya Universitetində. Hazırda mühasibə olaraq işləyirəm. İxtisasım elə Maliyyə Mühasibatlıq Fakültəsi, Mühasibə auditoru və audit. Hal-hazırda mühasibəm, amma bakalavr təhsilim tarixdir. Bakı Dövlət Universiteti, daha sonra magistr təhsilim MBA, İqtisad Universiteti Maliyyə ixtisası. Müştəri xidmətləri üzrə çalışıram, amma Pedaqoji Universiteti rəsm müəllimliyini bitirmişəm. Hal-hazırda insan resursları sahəsində çalışıram. Azərbaycan Dövlət İqtisad Universitetinin iqtisadiyyat ixtisasını bitirmişəm. Mən hazırda maliyyə və biznes təlimlərinin müştəri xidmətləri təmsilçisiyəm. İxtisasım da iqtisadiyyatdır. Mən maliyyə və biznes təlimləri bölməsinin koordinatoruyam. İxtisasım isə mühasibatlıqdır. Hal-hazırda namizədlərə dəstək üzrə təmsilçi vəzifəsində çalışıram. İxtisasım Azərbaycan Texniki Universiteti mexanika mühəndisi. Hiç kimse kendi işini yapmıyor yani. Hal-hazırda Baratsonda maliyyə təlimləri üzrə təlimçi işləyirəm. Bakalavr ixtisasım biznesin təşkil və idarə edilməsi, magistr və doktorantura təhsilim maliyyə və mühasibatdır. Bravo, tebrik ederim.